Salam, Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalında hüquq müdafiəçisi Leyla Yunusun səhhəti pisləşib. Yunusların ailə dostu psixoloq Azad İsazadə ilə müsahibə. Respublikaçıların ara seçkilərdə qələbəsindən sonra hər iki siyasi partiya 2016-cı il seçkilərinə hazırlaşır. Neft qiymətlərinin kəskin enməsi Amerikanın neft ayırma sənayesinə necə təsir göstərir? Harvard aşığı Tim McNaughton Azərbaycana musiqi salamı. Son günlər həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətinin pisləşməsi ilə bağlı müxtəlif məlumatlar verilir. Leyla Yunusun ailə dostu, psixoloq Azad İsazadə onunla telefon söhbəti aparıb. O, Amerikanın Səsinə müsahibədə Leyla Yunusun səhhətinin pisləşdiyini deyib. Siz dünən Leyla Yunusla telefonla danışıbsınız. Leyla xanım səhhətinlə bağlı nədir, vəziyyəti necədir? Onun sözünə görə vəziyyəti yaxşı deyil, get-gedə pisləşir. Mədəsində və bədənində ağrıları var. Yemək qəbul edəndən sonra qaytarır. Hər şeyi yeyə bilmir. 12 kilo arıqlayıb, dişləri tökülür, saçları tökülür. Şəkər yüksəkdir, 220-dən artıq. Təzyiq yüksəkdir, pis görür, daimi gözünün qabağında duman kimidir. Belə deyək də, daimi üşüyür, zəifdir, 5 addıma artıq gedə bilmir, ayaqları şişib ağrıyır. İstisna etmirik ki, onda əvvəlcə hepatit C var idi, daşıyıcı idi. İstisna etmirik ki, o virus aktivləşib və bunda qaraciyərində proseslər gedir siroz tərəfə. Özü ümid etmir ki, ilin axırına qədər dözə bilsin, sağ çıxsın. O dərəcədə vəziyyəti pisdir. Dedi ki, hələm gücüm var, vəkillərlə görüşlərə gedirəm. Ola bilsin ki, birazdan heç görüşə də gedə bilməyəcəm, heç telefona da yaxınlaşıb zəngiləyə bilməyəcəm. Bildiyimiz qədər Leyla Yunus vəsiyyət edibdir sizinlə telefon danışığında. Vəsiyyəti nə oldu? Dünən ilk dəfədir, indi Leyla Yunusu hamımız yaxşı tanıyırıq, mübariz bir insan idi. Heç vaxt belə deyək də zəifliyi, telefonla zəngiləyəndə zəifliyi göstərmirdi. Dünən yəqin ilk dəfə idi ki, ölümdən danışdı. Vəsiyyət etdi ki, onu anasının yanında bastıraq. Başa saldı ki, anasının qəbri hardadır, necə mən tapım, hansı molla tanıyır və s. Vəsiyyət elədi ki, bir gündən artıq yas olmasın. Deyir, ancaq torpağa bastırarsınız. Sonra nə 3, 7, 40 cümə axşamları heç nə deyir, eləməyin. Lazım məndə deyir, Bakıda heç kimin yoxdur. Qovma əqrəbə yoxdur. Dostlara da çatdırın ki, əziyyət çəkib heç nə eləməsinlər. Bircə deyir, bir şeyi xahiş edirəm ki, məni anamın yanında bastırasınız. Bəs insan hüquqlarından bağlı, azadlıqlarından bağlı vəsiyyəti nə oldu? Dedi ki, məni sındırmaq istəyirlər, məni öz yolumdan döndərmək istəyirlər. Amma bilirsiniz ki, mən deyir, bütün ömrümü bu işə həsr etmişəm və bu yoldan qayıtmağı hesab etmirəm, lazım bilmirəm. Cəmiyyətə mesajları? Cəmiyyətə doğrusu bu dəfə daha çox emosional, özlə bağlı və mənə mesajları idi də, vəsiyyətlə bağlı idi. Qızını tapşırdı ki, qızını yaddan çıxartmayaq, xaricdədir, tək qalıb. Arifdən çox narahatdır, Arifdən xəbər çox azdır. Belə. Yeri gəlmişkən, Arif Yunusun vəziyyəti necədir? Onunla əlaqə saxlaya bilirsinizmi? Arif Yunusdan məlumat biraz az alıram. Onunla görüşüb və danışa bilən ancaq vəkil idi. Və vəkil yolu ilə mən hansı məlumat alıram. Vəkilin sözünə görə vəziyyəti o qədər də pis deyil, şəraiti yaxşıdır. Axırıncı məlumat o idi ki, məndən kitab sifariş etmişdi, evindən bir dənə elmi kitab götürüm, göndərim ona. Mən də onu tapıb aparmışım. Və xahiş eləmişdi ki, xoraya gətirməyək, bircə meyvə, tərəvəz və belə. Bu ilin sonuna qədər siz inanırsınızmı beynəlxalq ictimaiyyətin, yerli ictimaiyyətin çox saylı müraciətlərindən sonra Azərbaycan hökuməti Arif və Leyla Yunusları azadlığa buraxsın? Doğrusu, axırıncı zəngə qədər inanırdım. Ümid var idi. Axırıncı zəngdən sonra qorxuram ki,
Bu inam sadəcə vaxt qalmayacaq ki, bu qərar qəbul olunsun. Sadəcə bioloji güc Leyla'da zəifləyir. Bu sadəcə qorxuram ki, sağ çıxmasın. Salamatdan getmir söhbət sadəcə sağ çıxmağa. Leyla'nın ölümü ümumiyyətlə Azərbaycan üçün böyük bir zərbə olacaq, ziyan olacaq. Birləşmiş Ştatların vitse-prezidenti Joe Biden ABŞ-ın Ukraynaya dəstəyini nümayiş etdirmək məqsədi ilə keçən həftə Kiyevə səfər edib. Vitse-prezident Joe Biden'ı səfər zamanı müşahidə edən jurnalist, Amerikanın Səsinin Ukrayna xidmətinin əməkdaşı Miroslava Gangadze onunla ABŞ-Ukrayna münasibətləri ilə bağlı müzakirələr aparıb. Hazırda Miroslava Gangadze bizimlə studiyadadır. Мирослава, спасибо, что вы участвуете в нашей программе. Вы имели возможность вести... Sizin vitse-prezident Biden'lə qeyri-rəsmi şəkildə açıq fikir mübadiləsi aparmaq imkanınız olub. Joe Biden'ın Ukraynaya, Ukrayna xalqına əsas mesajı nədən ibarət idi? Вы знаете, я как раз его и спросила по поводу того, что беспокоит его в мире сейчас больше всего. И он сказал, что Украина беспокоит его больше всего. Bilirsinizmi, mən ondan dünyada onu narahat edən başlıca məsələnin nə olduğunu soruşdum və o da cavab verdi ki, onu ən çox Ukrayna narahat edir. Çünki Rusiyanın Ukraynada təcavüzü bütün beynəlxalq normaların pozulmasıdır və Rusiyanın Avropada enerji təhlükəsizliyinə nəzarət etmək üçün atdığı addımlar həm Avropa, həm də dünya üçün təhlükə təşkil edir. Ukraynada bu məsələdə ön planda olduğu üçün Ukraynada vəziyyətin onu çox narahat etdiyini deyib. Onun Ukraynalılara göndərdiyi əsas mesaj ondan ibarət idi ki, Ukrayna özü-özünə kömək etməlidir. Yəni, ən tez bir zamanda hökumətin təşkili prosesini başa çatdırmaq və korrupsiya ilə mübarizə aparmaq lazımdır. Çünki korrupsiya vitse-prezident Biden'in sözlərinə görə Rusiyanın başqa ölkələrə nəzarət etməsi üçün istifadə etdiyi vasitələrdən biridir. Bugün Ukrayna parlamentinin iclasında baş nazir təyin edilib. Ona görə ümid edirik ki, tez zamanda hökumət yaradılacaq və Ukraynada islahatlar aparılmağa başlayacaq. Правительство будет сформировано очень быстро и начнутся действительно реформы украинские. Вы за последний год... Son bir il ərzində siz bir neçə dəfə Ukraynada olmusunuz. Hansı dəyişiklikləri müşahidə etmişsiniz? Ну, вы знаете, главное изменение, я думаю, что это изменение в взглядах и позиции людей. Люди уже не готовы... Əsas insanların baxışlarının, mövqeyinin dəyişdiyini deyə bilərəm. İnsanlar artıq susmayacaq. Hansısa dəyişikliklərin baş verməsini gözləməyəcək. Dəyişikliklər edilməsini tələb edəcək. Bunun hər gün şahidi oluruq. İctimai təşkilatlar parlamentə gəlir, yeni qanunvericilik layihələri təklif edir. Onlar parlamentdə öz təmsilçiləri və hökumətə yeni adamların vasitəsilə təzyiq göstərir. İnsanlar hərəkət etməyə hazırdır və vəziyyət əvvəlki kimi deyil. İndi narıncı inqilabdan sonra olduğu kimi bir partlayış və meydan hadisələrini uzun müddət gözləmək lazım olmayacaq. Əgər hökumət əsas vəzifələrin korrupsiyaya qarşı mübarizə və islahatlar olduğunu başa düşməsə, üçüncü meydan da baş verə bilər, özü də tez bir zamanda. Как бы главный аспект, который они должны сделать, бороться с коррупцией и сделать реформы. И хочу еще раз вернуться к поездке вице-президента. Siz vitse-prezident Joe Biden'ı enerji sammitinin keçirildiyi Türkiyəyə səfər zamanı da müşahidə etmişsiniz. Joe Biden sammitdə çıxışında enerji təchizatının diversifikasiyası məsələsinə xüsusi diqqət ayırıb və Xəzər regionunun əhəmiyyətini vurğulayıb. Bu haqda danışmağınızı istərdik. Да, как бы его речь в Стамбуле была такая программная, очень важная, и он сказал, что Россия использует энергетические ресурсы как способ как бы давления тоже. И главная задача сегодня Европы избавиться от зависимости от России. Bəli, onun İstanbul çıxışı əhatəli və çox mühüm idi. O dedi ki, Rusiya enerji təchizatından təzyiq vasitəsi kimi istifadə edir və əsas vəzifə Avropanın Rusiyadan asılılığına son qoymaqdan ibarətdir. Bu kontekstdə o, Bakı-Tbilisi-Ceyhan neft kəmərini qeyd edərək əsas ixrac boru kəməri layihəsinin realizasiyasını
reallaşmasını, Avropanın enerji təchizatı ilə təmin edilməsində böyük əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə Avropanın cənub bölgələri bu yolla enerji ilə təmin oluna bilər. Amma yenə də bu kontekstdə o qeyd etdi ki, bu ölkələr də demokratikləşməli və korrupsiyadan azad olmalıdır. Və korrupsiya ilə mübarizə də bu prosesin olduqca mühüm bir hissəsidir. В этих странах получали такой же плюс от этого процесса, как и их правительство. И борьба с коррупцией – это очень важный элемент этого процесса. Спасибо большое за интервью. Спасибо большое. Respublikaçılar ara seçkilərdə demokratların məğlubiyyətindən sonra yanvar ayında Konqresin hər iki palatasında nəzarəti ələ almağa hazırlaşır. Hər iki partiyanın nümayəndələri səbirsizliklə 2016-cı ildə prezident seçkilərini gözləyir. Bu seçkilərdə təkcə ölkə başçısı deyil, həm də yeni Konqres üzvləri seçiləcək. Respublikaçıların yanvar ayında Konqresin hər iki palatasının nəzarətinə hazırlaşdığı bir vaxt hər iki partiya 2014-cü ilin ara seçkilərinin nəticələri və 2016-cı il prezident seçkilərində aldıqları dərslərdən necə istifadə edilməsi yollarını araşdırır. Respublikaçıların Konqresdəki qələbəsi Ağ Ev uğrunda yarışlarda da onların uğurunu təmin edə bilər. Bunu respublikaçıların pollsteri Whit Ayers deyir. Bizim respublikaçıları birləşdirəcək yaxşı namizədlərimiz var. Onlardan 2016-cı il seçkilərində istifadə ediləcək. Respublikaçıların prezidentliyə namizəd qıtlığı yoxdur. Bunlar sabiq Florida qubernatoru Jeb Bush, New Jersey qubernatoru Chris Christie və Texas senatoru Ted Cruzdur. Lakin Ayers bunların hansının öndə gedəcəyinin bəlli olmadığını deyir. Namizədliyi qazanacaq şəxs Çay Ziyafəti Partiyası, libertarlar, sosial konservativlər və beynəlmiləl respublikaçıları bir koalisiyada bir araya gətirməlidir və çoxluq yarada bilməlidir. Demokratların çətinliyi isə fərqlidir. Sabiq dövlət katibi Hillary Clinton namizədlər arasında öndə gedir. Lakin demokratların strategi Selinda Lake'in dediyinə görə onun partiyasının iqtisadi mesajı olan bir namizədə ehtiyacı var. Demokratlar kimi biz ilk öncə iqtisadi planlarımızı və hər bir Amerikalının rifah halını yaxşılaşdıracaq gündəliyimizi tərtib etməliyik. Təlçilər deyir ki, Clinton uğuru onun özünü populyarlığını itirən prezident Obamadan uzaqlaşdırması ilə mümkün ola bilər. Düz və yanlış olmasına baxmayaraq insanlar Obamanın təcrübəsiz olduğunu düşünür. Lakin Clinton'ın təcrübəsi və kvalifikasiyasını sual altına alan yoxdur. Təhlilçi John Fertier isə deyir ki, populyarlığına baxmayaraq Clinton demokrat namizədlərin rəqabəti ilə üzləşəcək. Onu əzmək asan olmayacaq, lakin düşünürəm ki, onun xarici siyasətinin kəskinliyini sual altına alan tapılacaq. Whit Ayers deyir ki, demokratlar prezident Obamadan sonra Ağ Evə yiyələnməyin çətin olacağını dərk etmir. Bir partiya üçün 3 dəfə ardıcıl olaraq prezidentliyi qazanmaq asan deyil. Tarix bunun qeyri-adi hal olduğunu sübut edir. Son dəfə belə hal 1988-ci ildə vitse-prezident George Bush'un 2 dəfə prezident seçilən Ronald Reagan'dan sonra hakimiyyətə gəlməsi ilə baş vermişdi. Vaşinqtondan Sevda Əliyeva, Amerikanın səsi. Dünya üzrə neft qiymətləri kəskin enərək hazırda bir barel üçün $80 təşkil edir. Birləşmiş Ştatlarda benzinin qiyməti 1 litr üçün 75 sentdir. Lakin ekspertlər neftin qiymətinin düşməsinin ABŞ-ın neft ayırma sənayesinə mənfi təsir göstərə biləcəyini bildirir. Neftin səthən xeyli aşağıda yerləşən, şist birləşmələrindən çıxarılmasını asanlaşdıran texnologiyanın təkmilləşdirilməsi nəticəsində Şimali Dakotanın iqtisadiyyatı çiçəklənir. Hidravlik yarılma və ya sadəcə fracking kimi tanınan neft ayırma prosesi neft yataqlarının üzərində yerləşən ştatlarda iqtisadi artıma səbəb olur.
Hal-hazırda isə o ştatların iqtisadi rifah halları ölkənin digər bölgələrinin səviyyəsinə enir. Price Future Group şirkətinin baş bazar təhlilçisi Phil Flynn bildirir ki, neft buruqlarının sayındakı artım və şist neftinin emal və daşınma sisteminin inkişafı və genişləndirilməsi ABŞ-ın enerji müstəqilliyində böyük rol oynayır. Bu neft keyfiyyətli olduğu üçün adi neft barelindən daha çox benzin istehsal edir və ABŞ neft emalçıları bu fürsətdən istifadə edirlər. Chicago Universitetinin Booth Business Məktəbinin iqtisadiyyat üzrə professoru Austin Goolsbee bildirir ki, ABŞ-ın neft və təbii qaz istehsalı çox yüksək olsa da bir çatışmazlıq var. Burada bir problem də var ki, Şimali Amerikada neft hasilatının xərcləri Səudiyyə Ərəbistanı kimi ucuz yerlərdən daha yüksəkdir. Flynn düşünür ki, Səudiyyə Ərəbistanı bunu bildiyinə görə üzv olduğu neft ixrac edən ölkələr birliyi yüksək bazar payını qorumaq üçün neft hasilatını azaltmaqdan imtina edir. Onlar şist qaz inqilabının qarşısını almaq istəyirlər. Onlar bazarı neftlə doldurmaq və qiymətləri daha da aşağı salmağa çalışırlar. Orta hesabla desək, neftin barelinin qiyməti $75 aşağı düşməyə başlayanda ABŞ-ın əksər yerli istehlakçıları deyəcəklər ki, biz bu qiymətə işimizi davam etdirə bilmərik. Qiymət $65 düşsə və bir neçə il o qiymətdə qalsa, istehlakçıların çoxu bizneslərini dayandıracaqlar. Goolsbee bildirir ki, yanacağın qiymətinin ucuz olmasının başqa səbəbləri də var. Bunların sırasına insanların yanacaq səmərəli maşınlardan istifadə etmələri və əsas istehlakçıların azalan tələbatı daxildir. Çin kimi enerjinin ən böyük istehlakçıları istifadələrini azaldıblar. Onların iqtisadiyyatlarının artımı çox zəifləyib. Ona görə də onların tələbatı azalıb. Buna görə də Phil Flynn benzinin qiymətinin uzun müddət aşağı olacağını gözləyir. Amerika Avtomobil Assosiasiyası bildirir ki, hazırda ABŞ-da benzinin litrinin qiyməti 70 sentdir. Bu, Şükranlıq bayramında maşınla uzaq səyahətə hazırlaşan sürücülər üçün şad xəbərdir. Əzzə Göyzadə, Vaşinqton, Amerikanın səsi. Növbəti Amerikana proqramında Emil Quliyevin qonağı sazlı sözlü Amerikalı Tim McNaughton-dur. Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana. Hansı səmtə, hansı yana, hey uçsam da yuvamsan sən, Azərbaycan, Azərbaycan. Elin gönlüm, obamsan sən, Azərbaycan, Azərbaycan. Tim, gəl elə sazdan başlayaq. Necə oldu ki, sazla tanış oldu? 2009-cu ildə ilk dəfə Azərbaycana gəldim. Mən Sumqayıt şəhərində yaşayırdım 2 ay təlim üçün. Və bir gün biz yerli Sumqayıt Musiqi Məktəbinə getmişdik. Çünki onlar konsert verdilər. Və uşaqlar tar, balaban, piano, kamança ifa ediblər. Və baxdı, yaxşı idi. Sonra bir dənə oğlan sazla səhnəyə gəlib və bir mahnı oxuyub. Və mən bu zamanda heç vaxt sazı görməmişdim. Onun səsi o qədər xoşuma gəldi və o anda mən sazı vurmuşdum. Sonra mən bu konsertdən sonra Masazıra köçmüşdüm və bir gün qərara gəldim ki, mən özüm saz almaq istədim. Və qardaşım, Masazırlı qardaşım ilə biz marşrutla Bakıya getmişdik. Mən bir dənə saz aldım və qaydanda mənim Masazırlı ailəm bizim qonşumuz çağırdılar və onlar mənə bəzi mahnılar öyrədiblər. Və sonra mənim Masazırlı dayım bir dənə Azərbaycan papağı başımın üstündə qoyub və o andan sonra mən aşıq Tim oldum. Bu arada izləyicilərimizin nəzərinə çatdırım ki, bugünkü Amerikana proqramımızın qonağı Azərbaycanda bir neçə il yaşadıqdan sonra Amerikaya geri dönüb və hazırda Harvard Universitetinin tələbəsi olan Tim McNaughton.
Tim, elə sazla davam eləyək. Sazla tanış olandan sonra nə qədər çəkdi sənə sazı öyrənmək? Mən hələ öyrənirəm. Mən peşəkar aşıq deyiləm. Amma sizə dediyim kimi mən Masazırda yaşayanda mənim yerli qonşumuz mənə bəzi mahnılar öyrədiblər və mənim ən sevdiyim mahnılardan biri El bilir ki sən mənimsən, Səməd Vurğunundur və mənim Azərbaycan dili müəllimi mənə sözləri yavaş-yavaş öyrədib və bu mahnı evdə ifa edirdim boş vaxtımda və bir gün mən Masazırda yaşayanda mən Masazır yolunda avtobusu gözləyirdim və sazım əlimdə idi və bir yük maşını yolda gəlirdi və onun sürücüsü və onun dostu məni gördülər və dayandı və soruşdular, dedilər, ay oğlan biraz saz çal da. Sonra bir mahnı ifa etdim və onlara başa saldım ki mən Amerikanlıyam. Təəccübləndilərmi? Hə, onlar şoka düşüblər və onlar məni şəhərə aparmağa dəvət ediblər. Sonra üçümüz bu yük maşının qabağında otururduq və Bakı-Sumqayıt yolunda sürətli gedirdik və mən saz ifa edirdim və pəncərələr açıq idi və başqa maşınlar bizə baxırdılar və biz o qədər gülürdük və sevinirdik. Azərbaycanda o qədər gözəl xatirələrim var və bu yalnız bir misaldır. Tim, sən çox güman ki, Harvard Universitetinin yeganə, bəlkə də Amerikada yeganə Amerikalısan ki, sazda ifa edə bilirsən. Amerikalıların yanında bu sazı, bu musiqi alətini ifa edəndə necə gəlir onlara? Bu alət biraz gitara oxşayır və ona görə mən dostlarıma bu alət göstərəndə onlar həmişə bunu çalmaq istəyirlər, öyrənmək istəyirlər və məsələn bugün universitetdə mənim dostuma bu alət göstərdim və götürdü və çalırdı və çox xoşuna gəldi. Məncə yaxşı qəbul edirlər. Tim, artıq vurğuladığım kimi Harvard Universitetində oxumamışdan əvvəl sən bir neçə il Azərbaycanda yaşamısan. Azərbaycana sülh korpusunun könüllüsü kimi getmisən. Orada hansı şəhərlərdə yaşamısan əsasən, hansı yerlərdə olmusan? Mən 2 ay üçün Sumqayıt şəhərində yaşayırdım. Orada Azərbaycan dili kursuna getmişdim və o təlimdən sonra mən Masazıra köçmüşdüm. Orada 2 il qaldım və Masazırda bir dənə göz klinikası var. Bu klinika imkansızlar üçündür və bu kim istəyir bu klinika gedə bilər və bu bəzi xidmətlər var. Məsələn, katarak üçün və uşaqlar üçün və onlar pulsuz eynəklər ala bilərlər və orada 2 il işləyirdim. Proqramist kimi bir də grantlar yazırdım və biz xarici təşkilatlardan pul alırdıq proqramlar üçün. Amma mən həmişə Azərbaycanda gəzirdim. Məsələn, mən bütün rayonlara getmişəm. Şəkidə, Qusarda 2 dəfə Xınılıqda olmuşam, Lerikdə olmuşam. Mən dağlarda gəzmək çox xoşuma gəlir və ona görə Azərbaycan mənim üçün çox yaxşı yerdir. Çünki biz məsələn dostlarım ilə biz həmişə çobanları ilə gəzirdik dağlarda. Tim, ilk dəfə Azərbaycana gedəndə hansı hisslər keçirmişdin? Mən Azərbaycan haqqında çox az bilirdim mən Amerikada yaşayanda və ona görə hər şey təzə idi mənim üçün. Amma ilk dəfə Bakıya gedəndə mən şoka düşdüm çünki çox gözəl şəhərdir və mən bilmirdim ki, bu qədər gözəl şəhər var idi Azərbaycanda. O qədər tarixi var idi və bu mənim üçün sürpriz idi. Çünki Azərbaycan haqqında çox az bilirdim. Azərbaycanda yaşamaq o qədər çətin deyildi. Çünki mən bir Azərbaycanlı ailələ qalırdım və onlar hər şeylə məni kömək ediblər. Məsələn, mən hər gün onlarla yemək yeyirdim və onlar məsələn avtobuslar göstərdilər və ona görə o qədər çətin deyildi. Bəs Azərbaycan mətbəxində ən çox sevdiyin yeməklər hansılardır? Yaxşı sualdır. Mənim Masazırdakı anam çox yaxşı bişirir və o məsələn mən xoşuma gəlir bu üç bacı dolması, bu tərəvəz dolması və bu pomidor, biber
və badımcanın dolması. Mən Bakıda işləyəndə mən hər gün eyni kafeyə gedirdim. Bir kafe var, adı Kafe Mobilnik və oradakı meneceri adı Fəxrəddin Bərdədəndir və mən hər gün ora gedirdim və ora çatanda mən Fəxrəddinlə soruşdum, bugün nə yeyim? Və hər gün başqa yemək mənə verdi, məsələn dedi, o bugün çox xüsusi bir bərdə supu verəcəm sizə, bugün dolma, bugün başqa plov verəcəm. Ona görə mən bütün yeməklərin dadına baxdım. Harvard Universitetindən Emil Quliyev, Amerikanın səsi. Vaşinqtondan Amerika İcmalı proqramında görüşümüz bununla sona çatır. Hər həftə efirə çıxan proqramlarımızda Birləşmiş Ştatlar, Azərbaycan və dünyada baş verən hadisələr haqqında məlumatlar və şərhləri təqdim edirik. Proqramları Hadbird P2 vasitəsilə və internetdə Amerikanın Səsinin Azərbaycan xidmətinin veb saytında izləyə bilərsiniz. Səhifəmizin ünvanı www.amerikanınsəsi.org-dur. Mən Dilşad Əliyarlı sizinlə xudafizləşirəm. Sağ olun, gəlin görüşədək.